Təhsildə uğur yalnız akademik nəticələrlə ölçülmür. Şagirdin sosial, emosional və fərdi inkişafı da ən az akademik göstəricilər qədər önəmlidir. To discuss student-centered learning and holistic development approaches, please welcome Deputy Director of Educational Affairs, Ms. Aytaç Şəfiyeva. Xoş gördük hər birinizi. Mən bugün sizə Cambridge Lower Secondary Classes və Rus bölməsi 5-8-ci siniflər haqqında məlumat verəcəm. Biz Cambridge Lower Secondary olaraq tamamilə Cambridge kurikulumunu orada tətbiq edirik. Rus bölməsində isə bizim fərqimiz sadəcə yerli kurikulumu tətbiq etməkdə deyil, ora həm də beynəlxalq standartları yansıtmamızdadır. Təbii olaraq valideyn olaraq hər birimizi maraqlandıran əsas məqam şagirdlərimizi sadəcə akademik olaraq güclü yetişdirmək deyil, həm də onları gələcək həyata hazır yetişdirməkdir. Bu yüzdən də bizim Cambridge proqramını Rus bölməmizə tətbiq etməkdə əsas məqsədimiz isə budur. Məndən öncə əməkdaşlar Cambridge haqqında danışırdılar. Sual yaranar deyə düşündüm sizdə ki, nə üçün bu qədər Cambridge-dən danışılır? Cambridge-in önəmi və faydası nədədir? Birincisi, Cambridge-də ölçülə bilən inkişaf var. Bu nədir? Yəni, biz şagirdləri sadəcə yaxşı oxuyur deyərək qiymətləndirmirik. Bu yaxşı oxuyur sözü qiymətlərə, datalara və rəqəmlərə əsaslanır və bizə bunu Cambridge özü verir. Bu datanı və rəqəmlər biz, sizlər və şagirdlər, müəllimlər çox rahat bir şəkildə görə bilirsiniz. Beynəlxalq standartdır. Bu Cambridge logosunun olduğu təhsili dünyanın 150-160-dan çox ölkəsi qəbul edir. Bu isə minlərlə universitet deməkdir. Yəni, sizin övladınızın aldığı təhsil dünyanın bir çox universitetinin artıq açarı, giriş qapısı varmış kimi təsəvvür edə bilərsiniz. Akademik nailiyyət. Burada bizim şagirdlər sadəcə 5, 4, 3 almırlar. Onlar təhsil aldığı fəndə düşünməyi, analiz etməyi və yaratmağı öyrənirlər. Bu da Cambridge-in əsas nə üçün önəmli olduğunu vurğulayan məqamlardan biridir. Tədris olunan fənlər haqqında məlumat verim. Biz Cambridge-in bizə təqdim etdiyi fənlər sırasında bütün əsas fənləri keçirik. Math, physics, chemistry, biology. Dillərimiz çox önəmlidir. İngilis bölməsinin şagirdləri, İngilis dili onsuz da onların ana dilidir, bunu bilirsiniz. Alman dili, Fransız dili, Rus dili və məndən öncə vurğulandığı kimi 2-5-ci siniflərdə Çin dili olaraq növbəti ildən başlayacağıq. Bu gördüyünüz imtahan cədvəli və valideynlər üçün düşünürəm çox önəmlidir. Burada yazılan bütün diaqnostik imtahanlar, istər aralıq imtahanları, Cambridge tərəfindən təşkil olunan IGCSE, A-level imtahanları, hamısı tədrisin əvvəli planlaşdırılır. Yəni, biz tədris ili prosesində hansı ay, hansı imtahanı şagirdlər girəcəklərsə, bunu valideynlər də, müəllimlər də, bütün heyət də bilir və bu bizim daha profesional şəkildə irəliləməmizə səbəb olur. Assessment sistem, bura iki fərqli nümunə təqdim etmişik. Bu nədir? Burada siz görəcəksiniz, İngilis bölməsində və həmçinin Rus bölməsində bu aiddir. Bir rosterımız var. Siniflərin daxil olduğu bütün imtahanlar, ay ərzində verdikləri bütün imtahanlar bir rosterda toplanır. Həmin o rostera valideynlərin də girişi olur, müəllimlərin də və bir müəllim öz sinifinin akademik nəticəsini çox rahat bir şəkildə izləyə bilir. Nümunə olaraq bir sinifi sizə göstərim. Bir sinifin nümunəsidir. İstər diaqnostik, istər progress imtahanları burada yazılıb. Bunu həm şagird, həm də valideyn görə bilir. Sonda isə göstərilən bu midterm imtahanlar bizim üçün önəmlidir. Əgər hansısa şagirdin imtahan nəticəsi bizim nəzərdə tutduğumuz normadan aşağıdırsa, həmin o şagirdlə əlavə məşğul olunur və o extra-curricular fənlərdən azad olunur bir müddətlik. Bu gördüyünüz bizim üçün çox önəmlidir. Cambridge checkpoint sertifikatlarıdır. Bizim keçirdiyimiz imtahanlar, verdiyimiz tədris, hamısının sübutu şagirdlərin sonda daxil olduqları imtahanla ölçülür. Checkpoint imtahanları 5-ci və 8-ci siniflərdə tətbiq olunur. Niyə 5 və 8? Çünki Cambridge-də primary 5-də bitir, orta okulu bitirməkdə 8-ci sinifdə bitirirlər. Təbii ki, bu məcburi deyil, amma biz şagirdlərə önəririk ki, həmçində valideynlərə bu sertifikatları alsınlar. Çünki bunlar onların gələcək təhsil həyatlarında çox önəmli yer daşıyır.
Bizim uğurumuz, nəticələrimiz sadəcə məktəb daxilində verdiyimiz imtahanlarla, tədrislə kifayətlənmir. Biz həm də olimpiyada olaraq da artıq bir müddətdir ki, öz sözümüzü deyirik. Mən sizə imtahanlarda yüksək nəticə göstərmiş şagirdlərimizi sizə təqdim etmək istəyirəm. Burada göstərilən imtahanlar və onların qatıldığı nəticələr, olimpiyadalar, onların həm də gələcək təhsil həyatlarında müəyyən gözəl universitetlərə daxil olmalarına, daxil olduqları universitetlərdə diskantlar əldə eləmələrinə belə səbəb olur. Bu isə bizim gözəl balalarımızın nəticələrindən sadəcə bir qismidir. Pre-IGCSE ümumiyyətlə 8-ci sinif istər yerli kurikulumda, istərsə də beynəlxalq kurikulumda bizim üçün çox önəmli mərhələdir və keçid mərhələsidir. Biz bilirik ki, abituriyent proqramı 9, 10, 11-ci sinifləri əhatə edir və uşaqlar daxil olduqları imtahana həmin il hazırlaşırlar. Bu 8-lərdə 9-cu siniflər IGCSE imtahanını verir. Yəni biz onları sadəcə 9-cu sinifdə imtahan verdikləri il həmin fənlərlə təmin etmirik. Onlar o prosesi artıq bir il öncədən başlayırlar. 8-ci sinifin şagirdlərinin təhsil aldığı proqram, onların kitabları, bütün material eyni 9-cu siniflə eyni olur. Yəni bir şagird 2 il eyni proqramı təkrar etmiş olur. Bu da təbii ki, onların imtahanlarında daha yüksək nəticə almalarına səbəb olur. Rus bölməsi 5-8-ci siniflərimizdə də bizim tətbiq etdiyimiz proqram heç də ingilis bölməsindən geri qalmır. Bayaq vurğuladığım kimi biz burada yerli kurikulumu və Cambridge kurikulumunu tətbiq edirik. Cambridge-in əsas 2 fənninin, Math və English fənləri Rus bölməsində də eyni qaydada tətbiq olunur. Kitab da, proqram da eyni ingilis bölməsi ilə eynidir. Biz Rus bölməsində ingilis dili fənlərini səviyyələrə görə bölmüşük. Yəni şagirdlər, yerli kurikulumda təhsil alan şagirdlər ingilis dili dərslərində öz sinif yoldaşları ilə deyil, səviyyələri, ingilis dili bilikləri eyni olan şagirdlərlə bərabər əyləşirlər. Həftəlik quizlərimiz, aylıq imtahanlarımız, həftəlik 8 saat məhz və riyaziyyat və rus dili dərslərimiz, bunlar hamısı onların akademik olaraq inkişafında çox böyük töhfə verir. Bu kitabları bura yerləşdirməkdə məqsədimiz odur ki, ingilis bölməsində tətbiq olunan kitablar hansıdırsa, sırf Math və English, Rus bölməsi də eyni proqramı keçir. Siz əgər fikir verirsinizsə, Rus bölməsində tətbiq etdiyimiz proqram, onların əsesmenti, qiymətləndirmə cədvəli eyni ilə biz ingilisdəki kimi qurmuşuq. Bu da onların illik planlarıdır. Rus bölməsində də eyni ilə onların keçəcəkləri imtahanlar, ekstrakurikular sosial fəaliyyətimiz hamısı eynən Cambridge-dəki kimi ilin əvvəli planlaşdırılır və bu sistemə əsasən tətbiq olunur. Eyni ilə Rus bölməsində də bizim qiymətləndirmə ruslarımız var. Onlar da valideynləri, müəllimlər və bütün bölmə məktəbin rəhbər heyəti şagirdlərin nəticələrini rahat bir şəkildə bizim yaratdığımız sistemdə izləyə bilirlər. Rus bölməsində şagirdləri eyni ilə nəticəsi aşağı olarsa, extracurricular proqramlarından bir müddət azad olunurlar və proqram üzərində yenidən çalışırlar. Bu da bizim Rus bölməmizin nəticəsidir. Bizim şagirdimizin Fibonacci nəticəsini siz görürsünüz. Digər şagirdlərimizin nəticələrindən sadəcə bir nümunədir. Əslində nəticələrimizin sayı kifayət qədər çoxdur. Valideynlərlə əlaqə, mən düşünürəm ki, ümumiyyətlə məktəbin inkişafında məktəb valideyn tərəfdaşlığı, əməkdaşlığı çox böyük rol oynayır. Bu sadəcə bizim valideynlərə hesabat verməli olduğumuz bir məsələ deyil. Şagirdlərin həm akademik, həm də psixoloji, emosional olaraq sağlam böyüməsi üçün biz valideynlərlə əməkdaşlığa çox önəm veririk. O yüzden bizim valideynlərlə olan görüşlərimiz, hər ay görüşlər keçiririk. Valideynlərlə ünsiyyətimiz çox yüksək səviyyədədir. Uşaqların əgər psixoloji, emosional, akademik yöndə bir sezəriksə, hər hansı bir problem var, bunu həmən valideynə bildiririk. O yüzden bizim düşünürəm məktəbin valideynlə olan yanaşması çox önəmlidir və bizim üçün çox dəyərlidir. Məndən bu qədər, hər birinizə təşəkkür edirəm. Bakı İstanbul Liseyi